Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün dondurma dadında, pambıq kimi yumuşaq ağızda əriyən qaymaqlı tort hazırlayacağım. Əminəm ki, bu resepti siz də çox bəyənəcəksiniz. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 5 ədəd yumurta, 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 200 ml stəkanla 1 stəkan şəkər tozu tökürəm. Daha sonra mikserlə ağarana qədər çalıram. Qeyd edim ki, ərzaqlar otaq temperaturunda olmalıdır, xüsusən də yumurta. Yumurta soyuq olduqda yaxşı qabarmır. Mən ev yumurtasından istifadə etdiyim üçün rəngi sarıdır. Biskvitin yaxşı şişməsi üçün yumurta təxminən 10 dəqiqə çalınmalıdır. Daha sonra isə üzərinə unu tökürəm. 1 stəkan unu ələklə ələyirəm və 1 paçka qabartma tozu tökürəm. Qabartma tozunu da ələyin içərisinə töküb birlikdə ələyirəm. Daha sonra spatula vasitəsilə gördüyünüz kimi beləcə aşağıdan yuxarı istiqamətdə qarışdırıram. Un qarışdıqdan sonra içərisinə 1 dolu yemək qaşığı qarğıdalı nişastası tökürəm. Bəzən xanımlarımız soruşur, başqa nişastadan da istifadə etmək olar deyə. Mən həmişə qarğıdalı nişastasından istifadə edirəm, bu zaman yaxşı qabarır. Sonda 2 dolu yemək qaşığı qaynar su tökürəm. Soba listinin içərisinə yağlı kağızı qoymuşam. Xəmiri soba listinin içərisinə tökürəm. Listin ölçüsü 20 santimetrdir. Daha sonra biskviti əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Sobanı açmaq lazım deyil. Biskvit bişdikdən sonra sobadan çıxarıb tərs çevirirəm. Tərs çevirən zaman biskvitin köpüğü yatmır. Gördüyünüz kimi çox gözəl qabaran biskvitimiz alınıb.
Kağızını çıxardıqdan sonra tam soymasını gözləyirəm. Tam soyduqdan sonra stirəcə büküb soyuducuda bir gün saxlayıram. Ertəsi gün isə kremləyirəm. Kremləmək üçün 200 qramlıq krem qaymaqdan istifadə edirəm. Başqa qaymaqdan da istifadə edə bilərsiniz. Üzərinə isə yarım banka qaynadılmış, qatlaşdırılmış süd tökürəm. Daha sonra isə mikserlə yaxşıca çalıram. Mən qatlaşdırılmış südü az-az əlavə etdim. Kənarda bir ədəd kofeni stəkanın içərisinə tökürəm. Zövqünüzə görə başqa kofelərdən də istifadə edə bilərsiniz. Üzərinə su töküb qarışdırıram. Biskviti soyuducudan çıxarıb 2 bərabər hissəyə bölürəm. İçərisi də çox gözəl bişib. Hazırladığım kofeni biskvitin üzərinə tökürəm. Biskviti nəmləndirmək üçün belə etdim. Daha sonra isə biskvitin bir hissəsinə krem vururam. Hazırladığım kremin hamısını tökürəm və hər tərəfinə gələcək şəkildə yayıram. Daha sonra isə kremin üzərindən digər hissəni də qoyuram və üzərindən astaca basıram. Tortun üzərinə isə glazur tökürəm. Glazurun əvəzinə üzərinə qatlaşdırılmış süd də vura bilərsiniz. Artıq mənim tortum hazırdır. Tort hazır olduqdan sonra soyuducuda 1-2 saat gözlədirəm. Daha sonra isə kəsib süfrəyə təqdim edirəm. Olduqca dadlı, ləzzətli, ağızda yağ kimi əriyən tort alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.